İstehsalın ruhu, həyatın yenidən doğuşu qədim Azərbaycanın ürəyində, dağların sərt, lakin mərhəmətli qoynunda, ucsuz-bucaqsız düzənliklərin və axan çay sularının sərinliyində yerləşən Qızıloba kəndində həyat, min illik ənənələrin, ataların hikmətinin və insan ruhunun dərin sirlərinin izlərini daşıyan böyük bir roman kimi davam edirdi. Hər səhər dağların zirvələrindən aşağı süzülən qızılı günəş şüaları, kəndin dar daş yollarının, qoca ağacların kölgələrini və torpağın zəngin, nəmlik dolu ətirini oyadırdı. Bu torpaq yalnız fiziki gözəlliyi ilə deyil, həm də hər kəsin qəlbində, keçmişin dərslərində və gələcəyin ümid dolu arzularında əbədi iz buraxan müqəddəs bir məkan idi. Kənd sakinləri üçün ən qiymətli sərvət maddi zənginlik yox, atalarının bizə buraxdığı dəyərlər, sevgi, mərhəmət, ədalət və dürüstlük idi. Hər kəs keçmişin ağır xatirələrini və gələcəyin parlaq arzularını ürəklərində daşıyır, həyatın hər çətinliyini sevgi və inamla qarşılamağa çalışırdı. Lakin zamanın axışı və çağın dəyişməsi ilə birlikdə Qızıloba kəndi də yeni çağın çağırışlarını qəbul etmək, öz köklü ənənələrini müasir sənayenin və istehsalın tələbləri ilə birləşdirmək məcburiyyətində qaldı. Kəndin hörmətli ailələrindən biri olan Məmmədovlar nəsli illərin gətirdiyi hikmət və sarsılmaz inamla tanınırdı. Bu ailənin övladı olan Murad, uşaqlıqdan bəri kəndin dardaş yollarında, köhnə evlərin divarlarında və atalarının eşq dolu nağıllarında böyümüşdü. Onun atası, qoca Hacı Əli bəy, hər axşam ocağın qarşısında toplanan ailə üzvlərinə deyərdi: "Həyat böyük bir roman kimidir, hər səhifəsində acı ilə şirin, kədər ilə sevinc bir araya gəlir. Biz bu romanı atalarımızın bizə buraxdığı əbədi dəyərlərlə yazırıq və qəlbimizdə yanan o qızıl səs bizim gələcəyimizə ümiddir." Bu sözlər Muradın qəlbində sarsılmaz inamın və gələcəyə dair böyük arzuların toxuması kimi dərin izlər buraxmışdı. Lakin kəndin həyatında dəyişikliklər qaçılmazdı. Yeni dövrün tələbləri kəndin ənənəvi həyat tərzini sınağa çəkirdi. Dövlətin sosial proqramları çərçivəsində kəndə maddi dəstək olaraq istehsal icazəsi verilməsi qərarı elan edildi. Bu icazə kəndin təsərrüfatını müasirləşdirmək, yeni texnologiyalar tətbiq etmək və ən əsası, kənd sakinlərinin öz işlərini daha effektiv şəkildə istehsal etmələrinə şərait yaratmaq məqsədini daşıyırdı. Beləcə, kənddə yeni istehsal müəssisələri quruldu, əkinçilik metodları modernləşdirildi və kəndin iqtisadiyyatı yenidən dirçəlməyə başladı. Murad, atası Hacı Əli bəyin öyrətdiyi ənənələrə sadiq qalaraq, bu yeni imkanlardan yararlanmaq qərarına gəldi. O, kəndin köhnə təsərrüfatını modernləşdirərək, müasir metodlar tətbiq etməyə başladı. Əvvəlcə torpağın səmərəliliyini artırmaq üçün yeni gübrə və suvarma sistemləri quraşdırdı, daha sonra isə kəndin yerli məhsullarını daha keyfiyyətli istehsal etmək və onları bazara çıxarmaq üçün bir müəssisə qurdu. Muradın bu təşəbbüsü kənddə müqayisə olunmaz bir inam və ümid işığı doğurdu. İnsanlar qızıl əkimi parlaq və qiymətli olan bu yeni istehsal müəssisəsində öz həyatlarının dəyişikliyini hiss edirdilər. Onlar bilirdilər ki, ən böyük sərvət maddi zənginlikdə deyil, qəlbdə yanan sarsılmaz dəyərlərdə gizlidir. Kəndin digər sakinləri də Muradın nümunəsindən ilham alaraq öz təsərrüfatlarında modern texnologiyalardan istifadə etməyə başladılar. Fatimə xanım öz kiçik bağını modern üsullarla canlandırdı, yeni bitkilər və tərəvəzlər yetişdirdi. Gənc Ramil isə kəndin istehsal müəssisəsində çalışaraq öz təhsili və gələcəyi üçün yeni imkanlar yaratdı. Hər kəs dövlətin verdiyi istehsal icazəsi ilə öz həyat hekayələrini yenidən yazmağa başladı, çünki onlar bilirdilər ki, həyatın hər çətinliyi, hər kədəri insanın qəlbində yeni ümid və müqayisə olunmaz dəyərlər doğurur. Bu yeniliklər yalnız maddi sahədə qalmadı, onlar kəndin mədəniyyətinə, ənənələrinə və insan ruhunun dərinliyinə də təsir etdi. Sosial iclaslarda ataların nağılları, keçmişin dərsləri və gələcəyin ümid dolu arzuları yenidən səsləndi. Kəndin ən hörmətli yaşlılarından biri olan Zeynəb xanım, sakit və dərin səs tonunda belə deyirdi: "Əzizlərim, hər birimiz atalarımızın buraxdığı dəyərlərin işığında həyatın hər səhifəsini yazırıq. Bu istehsal icazəsi yalnız maddi dəstək deyil, o, bizim qəlbində yanan müqayisə olunmaz ümidin və sevginin təcəssümüdür. Hər acı, hər kədər içimizdə yeni bir başlanğıc doğurur və biz bu başlanğıcları sevgi və mərhəmətlə yaşatmalıyıq." Bu sözlər kəndin hər küncündə, hər ürəkdə dərin rezonans doğurdu. Muradın rəhbərliyi altında kəndin istehsal müəssisəsi sürətlə inkişaf etdi. Yeni texnologiyalar, təlim proqramları və modern üsullar tətbiq olunmağa başladı. Kəndin təsərrüfatı modernləşdi, məhsulun keyfiyyəti artdı və kəndin iqtisadiyyatı gücləndi.
İnsanlar həyatın təzə ümid dolu səhifələrini yazmağa başladılar, çünki onlar bilirdilər ki, ən böyük zənginlik maddi sərvətlərdə deyil, qəlbdə yanan və sarsılmaz dəyərlərdə gizlidir. Bu proses kəndin insanlarına yalnız maddi inkişaf gətirmədi, o, həm də onların qəlbində müqayisə olunmaz bir inam və sevgi işığı yaratdı. Sosial tədbirlər və iclaslar vasitəsilə kənd sakinləri öz aralarında keçmişin acı xatirələrini, ataların nağıllarını və gələcəyin ümid dolu arzularını paylaşdılar. Hər kəs istehsalın ruhu adlandırdığı bu prosesdə öz həyatının inkubasiya prosesinin bir parçası olduğunu, hər acının, hər kədərin insan qəlbində yeni ümid işığı doğurduğunu anladı. Bir gün Murad kəndin mərkəzində böyük bir iclas təşkil etdi. O, istehsal müəssisəsinin inkişafı və gələcək planları haqqında səmimi və dərin sözlər söylədi. Əziz dostlarım, həyat böyük bir istehsal prosesidir. Hər anımız, hər çətinliyimiz, hər kədərimiz, hamısı bizim qəlbimizdə yeni məhsullar, yeni ümidlər doğurur. Biz, atalarımızın öyrətdiyi kimi, hər birimizi sevgi, mərhəmət və ədalətlə inkişaf etdirməliyik. Bu icazə, bu istehsalın ruhudur. O, yalnız maddi bir yardım deyil, həm də gələcəyin parlaq səhifələrini yazmaq üçün bizə ilham verir. Bu sözlər, kənd sakinlərinin ürəklərində sarsılmaz inam və sevgi işığı yaratdı. Gənclər artıq öz həyat hekayələrində modern texnologiyaların və ənənəvi dəyərlərin ahəngini hiss edir. Atalarının öyrətdiyi müqayisə olunmaz sevgi və inamı bir araya gətirərək gələcək üçün yeni planlar qururdular. Kəndin istehsal müəssisəsi, istehsalın ruhu layihəsi çərçivəsində həm maddi, həm də mədəni inkişafın simvoluna çevrildi. Hər kəs bu müəssisənin məhsullarını yalnız bir sərvət kimi deyil, həm də atalarının buraxdığı müqayisə olunmaz dəyərlərin, sevgi və inamın canlı təcəssümü kimi qəbul edirdi. Kənd məktəbində müəllimlər uşaqlara qızıl əyin yalnız maddi bir sərvət olmadığının, əsl zənginliyin qəlbdə yanan, insan ruhunun dərinliyində gizli olan müqayisə olunmaz dəyərlərdə olduğunu öyrədirdilər. Təzə və modern metodların harmonik birləşməsi, kəndin hər küncündə təzə baharın, yenidən doğuşun və müqayisə olunmaz ümidin sarsılmaz işığının doğmasına səbəb oldu. Muradın rəhbərliyi altında Qızıloba kəndi yalnız maddi inkişafı deyil, həm də mədəniyyətinin, ənənələrini və insan ruhunun dərinliyini qoruyaraq gələcək nəsillərə sevgi və inam dolu bir irs miras qoydu. İndi də hər səhər günəşin qızılı şüaları ilə başlayan, hər axşam ulduzların sönük işığında bitən o sakit gecələrdə Qızıloba kəndinin hər kəsi istehsalın ruhu, həyatın yenidən doğuşu və dastanını ürəklərində daşıyır. Atalarının eşq dolu nağıllarını və müqayisə olunmaz dəyərləri xatırlayırdı. Hər kəs həyatın hər səhifəsində, hər cümləsində qəlbin səsini, o təzə, sarsılmaz ümid və sevgi işığını eşidərək öz nağıllarını sevgi, mərhəmət və inamla yazmağa davam edirdi. Beləliklə, Qızıloba kəndi yalnız bir istehsal müəssisəsinin və sosial dəstəyin gətirdiyi maddi inkişafla deyil, eyni zamanda atalarının buraxdığı müqayisə olunmaz dəyərlərin, sevgi və inamın canlı təcəssümü kimi, həyatın hər çətin anında belə ümid və yenidən doğuşun mümkün olduğunu sübut etdi. Hər kəs bilirdi ki, həyatın ən böyük zənginliyi maddi sərvətlərdə deyil, qəlbdə yanan, sarsılmaz sevgi və mərhəmət işığında ataların eşq dolu nağılları və müqayisə olunmaz ümidin səsini dinləməkdə gizlidir. Gələcək nəsillər bu dastandan ilham alaraq həyatın ən qaranlıq gecələrində belə qəlblərində yanan o müqayisə olunmaz işığı itirmədən öz nağıllarını sevgi və inamla yazacaqlarına söz verdilər. Beləliklə, istehsalın ruhu, həyatın yenidən doğuşu adlı bu dastan Qızıloba kəndinin daş divarlarında, qoca palıd ağaclarının yarpaqlarında və axan çayın sularında əbədi izlər buraxaraq gələcək nəsillərə həyatın hər çətin anında belə sevgi, mərhəmət və inamın sarsılmaz gücünü xatırlatdı. Hər kəs atalarının öyrətdiyi müqayisə olunmaz dəyərləri və sevgi dolu nağılları ürəklərində saxlayaraq həyatın hər səhifəsini, hər cümləsini, qəlbin səsini, o təzə və sarsılmaz ümid işığını dinləyir, öz nağıllarını yazmağa davam edirdi. Bu, Tolstoyun böyük romanlarında olduğu kimi insan ruhunun ən dərin qatlarından doğan, həyatın hər anında yeni başlanğıclar, müqayisə olunmaz ümid və sevgi ilə dolu sarsılmaz bir təcəssümü idi. Beləliklə, Qızıloba kəndi istər at üzərində keçən uzun yolculuqlarında, istər təzə istehsal müəssisələrinin inkişafında, istərsə də istehsalın ruhu layihəsinin gətirdiyi dərin ümid və yenidən doğuş prosesində, hər kəsin qəlbində yanan o müqayisə olunmaz işığın və sevginin dəyərini unutmadan gələcək nəsillərə əbədi miras qoydu. Həyatın ən böyük xəzinəsi maddi sərvətlərdə deyil, qəlbdə yanan, insan ruhunun dərinliyində işıqlandıran o müqayisə olunmaz işıqdır və bu işıq hər kədərin, hər acının ardında yenidən doğuşun, təzə ümidin və sevginin sarsılmaz təcəssümü olaraq əbədi olaraq yaşadı.